Karateçi Rafael Ağayevin tənqidi çıxışlarından sonra daha bir idmançı, tanınmış judoçu Zülfiyə Hüseynova tənqidi fikirləri ilə gündəmə gəlib. Cənab Prezidentə məktub yazdım və Cənab Prezidentdən də məktub gəldi ki, Zülfiyə Hüseynovunu işdən təmin edin. Həmin məktub gələndən sonra Judo Federasiyasına Rəşad Rəsullu mənə götür, sənə uyğun hələlik iş yoxdur. Yəqin ki, mən demişəm ki, məni banka müdür qoyun, o da mənə banker etmək istəməyib də ki, judoda məşğul olan adam üçün gülməlidir, bəli. İş yoxdur. Dəfələrlə dünya və Avropa çempionu olmuş judoçu Zülfiyə Hüseynova Judo Federasiyasından şikayətlənib. Çünki idman deyəndə hamı ölkə başçısını deyir ki, ölkə başçısı bu qədər pul xərcləyib idmana. Niyə bəs idmançıya yeri yoxdur? Və sabahsı gün ölkə başçısına biri bir söz desən, sən niyə olacaq? Onda mən də səni zala buraxmayacağam. Veteran judoçu deyir ki, federasiya rəhbərliyi Prezident İlham Əliyevin məktubuna məhəl qoymur və idmançılara məşq üçün heç bir imkan yaradılmır. Son illərdə veteranlar kateqoriyasında fəal iştirak edən Zülfiyə Hüseynova 2025-ci ildə Rigada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.